Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir kondisioner pultunu təmirə gətiriblər. Ekranı yarımçıq göstərir. Orta nəticəni bir yerdə izləyək. Açıq açmağa davam edirik. 455 kvarts var, ekranın kvartsı var. Kondensatoru var üstündə. Bir hissədən su dəyib, oksitliyə verib. Hər bir hissəni ayrı-ayrılıqda təmizlədik, kömürü kəsdik, ekranı təmizləmişik. Bu hissədə ikinci bir qoruyucu ekranı yox idi, onu da vuracaq. Orijinal paxlava kömürünü vurduq, digərlərindən böyüdü. Bu hissədə də problem var, sifədiyotda. Bu hissəni də bərkitdik, sifədiyotda üzdüyün vurduq. İkinci qoruyucu panel ekrancı. Laboratorun adaptörə qoşmuşuq. Prosesor dərəcəsini ölçürük. Ümumi nəticə ekran tam göstərir. Fəsildən fəsilə keçir. Temperaturu 8 eləyək. 19, 18. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.